Xanım Zəhra. Bu ad sadəcə bir qadın adı deyil. Bu ad Allahın nuru ilə dolu bir həyatın adıdır. O Peyğəmbərin sallallahu aleyhi və səlləm gözünün nuru, İmam Əli əleyhissalamın həyat sirdaşı, İmam Həsən və İmam Hüseynin anası idi. Amma o yalnız bir ana değildi. O haqqın simvolu idi. Evində yoxsulluq vardı, amma qəlbində zənginlik. Çörəyi az idi, amma səxavəti sonsuz idi. Özü ac qalardı, amma ehtiyacı olana verərdi. Onun qapısını yandırdılar, qabırğasını sındırdılar. Onun haqqını əlindən aldılar. Amma o zülmün qarşısında əyilmədi. Səsi ilə, sözü ilə, səbri ilə bütün bir ümmətə dərs verdi. Haqqın qarşısında sükut etmək zülmün böyüyüdür. Xanım Zəhra bizə öyrətdi ki, qəlbin pak olsun, əməlin düz olsun və ən çətin anda belə haqdan vaz keçmə. Allah bizə o xanımın əxlaqından pay versin. İlahi. Amin.